Salam dostlar, necəsiz? Bugün ayın 29'udur. Bugün artık bitireceğim ve ben bir rahat çekeceğim. Son imtihanı götürüp saxlayırlar. En pisini, xidya. Neyse bugün benim öyle bir imtihanım var. Bu şkaf niye böyle kaldı? Neyse. İşte bugün benim bir imtihanım var. Hava da yağıştı. Bakmaz çaresizim. Yağış yağır. O yağış aslında bizim göz yaşlarımız gibi boş tabi. Neyse şöyle. İstemeliyim. Ben sana göstermekten. Bir tane kitaptan geçireyim. Ben bilmem, bana izleyen tələbələr hansı kitaptan geçirirsiniz. Biz bu kitaptan geçirdik. Bunun içinde bizim öz ixtisasımıza uyğun olan sözler var da. Yani beynəlxalq münasibətlərə aid olan sözler var. Bir de bu kitaptan geçirik. Bundan. Bu yine yaxşıdır. Ama mavi göstərdiyim var. İçinde bir tane sözler var ki, çok pis. Əslində bildiyim sözlerdi. Yani məktəb vaxt keçdiyimiz sözlerdi. Ama elə sözlər də var ki, çok çətindir. Neyse bize çözə definition, sinonim, reading, listening, grammatika. Grammatika demişken hiç açıp bakmamışım ona bir. 1 hour later. Bilmem. Şu attım ben. Neyse olsun bilmem. Diyan. Sana bakayacağım. Evet kaldım. Yolu kazanmak yok. Hala yumuşak. Hala yumuşak. Teşhir aşağılar okudum. Yani böyle diyeyim de son imtihan ben size hazırlaşır gidəcəydim. Öyle çöldəki yaxşı baxın bir dənə baxın. Oydan bir göründü bilmirəm. Çox yağış yağır. Çox yağış. Saçımı düzəldim. Sonra o beni 15 yaşından çıxsam, avtobus dedi yaşına girmək. Sonra gəldim. Sabah gəldim. İçine bakmak için kazanmak. Sonra başladım. Kaşık koyayım. Bu hemşanların kartı üniversiteden. Sonra ayyan kartı var. Bir şey. Tələbə kartı işini gizlədim. Tələbə kartıma baxın. Bu əcnəbilər üçündür. Bizim üniversitetdə tələbə kartını çoxdanla vermişdilər. Mən tələbə kartım qalmışdı. 3 dənə əcnəbi tələbə var idi bu il. Onlar hələ tələbə kartı verilməmişdi. Axırda getdim ki, nə xeyir mənə fikirləşirsiniz? Bu yıl sonra 4-cü kurs olurum hemen. Neyse bir də gördüm ki, şəkil göndəriblər ki, əcnəbi tələbəyə gəlib götürə bilərlər incəli. Gerçekten bu da şaşırmam. Bu kızı hiç oxşamam. Bu ne şaşırdı? Neyse bu şəkil çəkdirmək üçün mən 2 dəfə şəkil çəkən yanına getmişdim. Bir dənə şəkil çəkdim, anam bəyənmədi. Dedi bu nədir? Dedim mən şey onu tələbə kartıma qoyacaqlardı. Mən nə bilim tələbə kartına şəkil aydın düşmür axı normalda. Mənim o birisi qrup yoldaşlarımın şəkilləri aydın düşməyib. Yəni mənimki də aydın düşmüş, amma aydın düşübmüş. Yaxşı getədən də çəkdirmişəm. Anam bəyənmədi, dedi bu nə saçdı. Dedim təzən çəkdirdim. Çox sağ olun. Uşaqlar, duyum geyim hazırlaşım, olsa hazıram. Ben saçımı düzəldim. Kurtkamı geyinim gedək. Darxacan önü versin. Uşaqlar, artıq gedirəm. Son imtihan günü canım tutarım. Bu arada hiçbir imtihana kəsilməmişəm. Çox şükür. Sizi güzgü olarak istifadə edim bugün. Bu arada kurtkamı trendi olarak almıştım geçen. Oldu. Ha, bu da son kandı. Tripodumu da götürün. Yo, sıxıram. Şahane. Oyda dayanacaqda ne kadar adam var. Utanıram. Telefon düşmesi yaxşı. Yağış azalıb.
İnşallah şəhərə çox yağmaz. Çünki oradan oraya piyada getmək var da, yəni universitet. Çox pis. Neyse, mən çəkəcəm. Sağ olun. One hour later. Taxtam indi 28-dəyəm. Bu da adını son görürsünüz. Əgər mənim həyata yenidən geri qayıtmaq şansım olsaydı, abituriyentlik dövrünə, mən aviasiya akademiyasına çalışmaq istəyərdim. Mənim fizikam girdi olsaydı, zarafatsız mənim bir arzum var. Pilot olmaq istəyirəm. Mən aviasiya oxumaq istəyirdim. Əslində uşaqdan mən adını istəmişəm, amma cüzi olsa da aviasiya istəyirdim. Bizə fizika güclü deyildi. İnsanların qəlbi baxışları çox güzel. Eynəklərin problemləri. Hər salarını ikinci çıxışına gəlirəm normalda. Burayla gəlmirəm. Metronun çıxanda 28-in ikinci çıxışında olan gəlirəm. Burayla çox uzaqdır. Ora daha yaxında, bura nisbət. Bizim universitetdə oxuyanlar da mən əlində kamera gələnə bilirlər ki, mən video çəkirəm. Of, darxacam universitetçi. Deyəm, mənə baxın, bu Bezovlu kafedir. Deməli, mən hər dəfə səhərlər gələndə, mən əvvəllər buradan gəlirdim də, mən o biri çıxışı bilmirdim. O çıxışı kəşf edəndən sonra da orayla gəlir. Deməli, bu kafedə həmişə bir kişi otururdu. Səhər saatlarında həmişə mən onu... Mən dahi onu totem eləmişdim. O orada olanda deyirdim ki, daha günüm yaxşı keçəcək. Orada olmayana dedim ki, ayda. Ama her gün oradaydı. Deməli, həmişə gəlirdi. Mən 8-in yarısı, 9-un yarısı başda dərs yazdım. Mən üniversitə bu yolu gələndə 9-da işləmiş olurdu. Həmişə oradaydı. Əlində bir dənə kitab, bir dənə yanında mütləq kafesi alırdı. Çox qəşəngdi. Okey, bizimkiler bilmiyorum, ben video çekeceğim. Elimden şeyine girip göstereceğim. Necəsiz? Necə sən Ləma? Belə Kəsmə gəlməyəydin. Qoxmayır. Sağ biraz. Lama, təklifim var sənə. Mən misalından yandım. Mənim yanımda. YouTube'a qoyacaq, evet. Mən misalından otururam. Mən vlogumda Əhməd. Necəsən? Sən kəsirim var. 2 dənə. Hələ Bir dənə gözlərdən bitişirsən. 2 dənə kəsirim var. Verdin pullarını. Yox, hələ vermədim. Rəvan, Aydan mənə məsələn bir şey video fikir verdi. Neçənə girib, neçənə çıxacaqsan səncə? 32 ilə girirəm. Aha, çox az. İnşallah 19. İnşallah. Sən neçə ilə? Neçə kəsirin var? Bir dənə. Bir dənə? İngiliscə nə dinləyəcəksən? Deyəsən, papdı. Papdı. Aydan sən? Tamam. Mən nə sual nədir? Neçə ilə girirsən, neçənə çıxacaqsan? 47 ilə girirəm, inşallah 50 ilə çıxar. Amin. İnşallah, inşallah. Siz? Nə ilə girir, Sən? nə ilə çıxmaz? 44 ilə girirəm. 44 nə? Elə. Mən kəsilməmişəm, səni kəsilmişəm demişdim. Diplomatiyadan. Niyə mən yalan danışırdın? Amma gözünü gəl. Hə, heç nə olmaz. Gözlə. Mən kəsilmişsən deyim. Niyə? Neçə yılmısan? Neçə yılmışam? Mən diplomatiyadan ümumi 70 neçə yılmışam? Mən də diplomatiya müəllimə deyəcəm. Mən kəsilib. Nədən diplomatiya? Salam qızlar. Sənə dediyim hər şeycə. Salam. Sən neçənə gir, neçənə çıxasın? 50 ilə girib 50 ilə çıxacağam. Amin inşallah. Patladır. 50 də olmasa 40 plus. Sen kız. Heç birindən qorxmamışdım. Bu dəfə kəsiləcəm. 2 yazmışdı balım üstə. İndi necə çıxacağını bilmirəm. Necə yazır? Necə sən Fidan? Mən 42 baldan girirəm. 17'den girsəm ya. 1 hour later. Dostlar dinləmək üçün gözləyirik. Sən hər şey salam. Dəməcək dəqiq imtahandan çıxmışam. Ümid edirəm ki, kəsilməmişəm. Dostlar çox yaxşı geçti. Mən yazdım. Değildi, ama ki şey yazdım. Deyəsən. Müzakirə edirlər. Allah bir də bir şey soruşum. Siz 3 imtahan bundan əvvəl imtahanda niyə müzakirə edirsiniz?
Dostlar imtahandan çıxdıq. 191 A təbrik edirik. Kəsirsiz yola verdi 191 anı. Bugün ayın 29'u bizim qurtuluş günü, 191 anı qurtuluşu. İndi gedirik malda özümüzü sevindirməyə. Yemək yiyəcəyik. Kapatı basatırım. Mən McDonald's'cuyam. Bilirsiniz. Qətiyyən reklam yoxdur, yəni reklam içərimi? Dostlar çok seviyorum. Bizdə. Sağlar dinləməyi birinci dəfədən yazdım, qurtardım, çox asandı idi, 10 balım oradan Ben var. yoklamayacağım. İkincide yazdım ama O mən birincidə yazdım, birinci çox qurtardım, bizi sevincindən çölüb. Sevincindən çölüb Nihatla Rəhmətə deyirəm ki, yazdım, hamısını yazdım. Ama gözlədim ikinci dinləmədə qoşulsun. Hər ehtimal bir də baxım görüm nə səhvdirən düzdür. Elim tez çıktı. 50 yaşandı, nə variantı düşmüşdü. Neyse böyle. Dostlar burası hələ yemin için ki bir Salih'in gözlüydü. KFC'nin minimum problemi de bu get hazırlamı. Gelir. Dostlar ben bunların kameramanıyım değil, ne imkan vermeyeceğim ona koysun. Görməcəsindəyik. Onlar da yiyək. Acam Ayda bu menecerin de seçsin. Esralar yeri biz. Sağ olun. 2 hours later. Dostlar, videona sağ ol deyin. Artık bitti bizim imtihan sesiyamız. What is over? Ay da mən o çəkəcəyim yanası, neyse. Sağ olun.